Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram və Avtosaz kanalını izləməyinizi, abunə olmağınızı hər birinizdən xahiş eləyirəm. Belə bir məlumat var, o məlumatı sizlərlə bölüşmək istəyirəm. Biz bilirik ki, qlobal iqlim dəyişikliyi ilə mübarizədə əsas problemlərdən biri, yəni həll edilməli problemlərdən biri atmosferə buraxılan zəhərli və yəni zərərli qazların minimuma endirilməsidir ki, bununla bağlı bir çox ölkələr, xüsusilə də Azərbaycan bu istiqamətdə əlindən gələni edir, müxtəlif, işlər görür, müxtəlif layihələr həyata keçirilir və sair. Təsəvvür edirsiniz, 12 gün ərzində İranla İsrail arasında baş verən bu toqquşma, bu gərginlik, hazırda hansı, vəziyyətə, hansı problemlərə gətirib çıxarıb? Fikirləşin ki, bu 12 gün ərzində İranın İsrailə, eləcə də İsrailin İrana atdığı raketlərdən ətrafa yayılan zərərli, tullantılar, havanı çirkləndirən o səviyyə, elə bil ki, 12 günlük bu, proses, 1 il ərzində 17.000 avtomobilin atmosferə vurduğu zərərə demək olar ki, eyni səviyyədə ölçülür və təsəvvür edirsiniz, 12 günlük bu, partlayışlar nəticəsində ətrafa dağılan zərərli qazlar 17.000 avtomobilin 1 il ərzində atmosferə buraxdığı zərərli tullantılarla eyni səviyyədədir və əslində bu partlayışdan sonra digər məqamlar var ki, onlar da hələ tam olaraq, bu ölçülməyib. Yəni indiki vəziyyətdə sadəcə olaraq atılan bu raketlərdən gedir ki, söhbət. Bu da kifayət qədər zərər deməkdir və müharibə regiona, ümumiyyətlə, dünya üçün nə dərəcədə təhlükəlidir, artıq bu, statistik rəqəmlə özünü göstərir.